İş axtaranlar üçün vacib məlumatımız var. İşləmək üçün ali təhsilə də ehtiyac yoxdur. Sadəcə diqqətlə axıra kimi dinləmək lazımdır. Yəni buna görə də xahiş edirəm mənə müraciət etməyin. Çünki mən işə düzəldən şəxs deyirəm. Sadəcə məlumatı paylaşırım və məlumatdan faydalanın. Lazımdır ki, bu məlumatı axıra kimi dinləyəsiniz və bunun üçün hara müraciət lazım olduğunu biləsiniz. Beləliklə, Ədliyyə Nazirliyinin penitensiar xidmətində vakant xüsusi rütbəli kiçik rəis heyəti vəzifələri üzrə açıq müsabiqə başlayıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş, qadınlar istisna olmaqla yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçməklə bağlı qanunvericiliyin digər tərəflərinə cavab verən Azərbaycan vətəndaşları qulluğa qəbul oluna bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb saytında penitensiar xidmətə qulluğa qəbul bölməsindən əldə edə bilərlər. Ərizələri Ədliyyə Nazirliyinin penitensiar xidmətinin elektron poçtu, Azərpoçt və Xidmətin Bakı şəhəri Kövkəb Səfərəliyev küçəsi giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür. Müsabiqə ilə bağlı sənədlərin qəbulu yanvar ayının 23-dən, yəni bugündən başlayır və 30-una kimi davam edəcək. Müsabiqənin keçirilməsi ilə bağlı 012 498 71 06, 012 493 4489 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə etmək mümkündür.